Biz hal-hazırda Cəlilabaddayıq. Cəlilabadın Şəhidlər Xiyabanıdır bura. Ekspertlərimizlə bərabər elə Lənkərandan gəlirik və Lənkərandan döndük Cəlilabada. Rafiq müəllim dedi ki, mütləq Cəlilabadda ziyarət eləyək. Gedək ziyarət eləyək. Cəlilabadın igid oğullarıdır. Birinci Qarabağ müharibəsinin igidləri. Görün nə qədər Cəlilabadın qəhrəman oğulları var. Məkanı cənnət olsun bu oğulların. Cəlilabadın Şəhidlər Xiyabanıdır. 96, 95, 95, 95, 94, 94 Birinci Qarabağ müharibəsinin şəhidləridir. Cəlilabadda şəhidlərin xatirəsi üçün bax beləcə bir abidə kompleksi də var. Bütün şəhidlərin, Birinci Qarabağ müharibəsində olan şəhidlərin və bizim Vətən müharibəsi şəhidlərinin hər birinin əziz xatirəsi üçün Cəlilabadda bax belə böyük bir Şəhidlər Xiyabanı var, kompleks var. Məkanı cənnət olsun. Yolunuz Cəlilabaddan düşəndə mütləq Şəhidlər Xiyabanından keçin. Bu igid oğulları, bu ölməz oğulları mütləq yad edin. Onları yad etmək bizim borcumuzdur. Bax burada isə Vətən müharibəsinin igidləridir. 2020-ci ilin şəhidləridir. Baxın, Paşayev Mahir, Niftullayev Elşən, Mirəşrəfbəyli Mirsəfa, Əkbərov İbarət, İsayev Təbriz, Qasımzadə Ümid. Rafiq müəllim, gəlin bu oğullarımızın bir-bir adlarını çəkək. Qoy bizi izləyənlər oğullarımızı görsünlər. Adlarını çəkin. Allah cəmi şəhidlərimizin məqamı uca eləsin. Amin, amin. Qazilərimizin şəfalarını versin. Allah bizi qoruyan ordumuza can sağlığı versin. Amin. Biz bugün yenə də isti ocaqlarımızda olan sayəsində oturmuşuq. Düzdür. Gəlin adlarını çəkək. Türkan xanım, çəkin bir neçəsinin adını. Ruhları şad olsun. Həqiqətən qürurluyam. Mərd oğullarımız canlarını torpağa verib. Bizim rahat yaşamağımız üçün hər şey etdilər. Əliyev Camal, Qasımov Xalid, Əmirli Tofiq, Abbasov Davud, Əliyev Vüsal, Quliyev Tərlan, Abdullayev Toysif, Cəfərov Ayxan, İbrahimli Elməddin, Məmmədov Rəvan, Xankişiyev Mədəd, Məkanı Əlizadə cənnət. Talih. Məkanı cənnət. Məkanı cənnət olsun. Gəlin siz də. Gəlin siz də. Məkanı cənnət olsun. Şəhidlərimizin adlarından çəkin, ruhlarına bir salam verək. Ağabalayev Sadiq Nadiroğlu, Cəfərov Vüsal Sərhədxanoğlu, İskəndərli Kamran Yaşaroğlu, Rəhimov Tural Arifoğlu, Şərifov Mirnağı Mirqasımoğlu, Məmmədov Əskər Zavuroğlu, Paşayev Cavid Bəlicanoğlu, Ağayev Mirlətif Mir İslamoğlu. Allah hamısını ruhunu şad eləsin. Amin, 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 amin. Məkanı cənnət olsun oğullarımızın. Hüseynli Əmrah Namikoğlu, Ağuliyev Tofiq Rafiqoğlu, Ağayev Xəlil Pənahoğlu, Bədirov Murad İsmətoğlu, Sadıqov Elnur Kərimoğlu, Abdullayev Əkrəm Azadoğlu, Abbasov Seymur Adiloğlu, Rüstəmov Əli Yağnəlioğlu, Mirzəyev Kamran Arazoğlu, Bayramov Elvin Elçinoğlu, Heydərov Qadir Ədalətoğlu, Qasımzadə Hüseyin Həsənxanoğlu, Kərimov Asif Məmmədoğlu, Hüseynov Rafail Əhmədağoğlu. Gör neçə oğullar deyir. Gör neçə oğullar deyir. Buna baxın. Allah hörmət eləsin. Məkanı cənnət olan oğullar. Allah'ına səbir versin. Amin, amin. Bu oğulların sayəsində bugün Qarabağda bizim quruculuq, abadlıq işlərimiz gedir. Qarabağda qardaşlarımız, bacılarımız öz evlərinə, yurtlarına, yuvalarına qayıdıblar. Bizim Rafiq müəllim düz deyir, bizim namusumuzu, qeyrətimizi, şərəfimizi özümüzə qaytaran, bizi Azərbaycanlı kimi özümüzlə fəxr etməyi yaşadan oğullardır. Bax bu oğullar. Torpaq hər bir vətəndaşın namusu qeyrətidir. Bəli, Torpaq hər bir vətəndaşın başına qoyduğu papaq. Və bizim də borcumuz da var vətəndaşın yad eləmək. ailəsidir. Bəli. Nurayna xanım, bilirsiniz ki, Cəlilabad 2-ci rayondur ki, çoxlu şəhid var. Bəli, bəli, bəli. Cəlilabadda bir kənd var, o kəndə gedəcəyik mütləq. Deməli, bir kənddə, bir küçədən 9 şəhid var. 9 şəhid bir kənddən, bir küçədən. Məkanı cənnət olsun. Hüseynli Əkbər, Hüseynli Ədalət, Teymurov Fərid, Musayev Ələkbər, Ağayev Elçin, Həsənov Elmir, Həsənov Səyid, Məmmədov Nahid, Qasımov Rəşad, Qambərli Rəşad, Nəbiyev Hüseynalı,
Kəlbi Yeyibdirsə, məkanınız cənnət olsun, inci doğurlar. Cənnət olsun. Analarınızın əllərindən öpürük. Yolunuz Cəllabada düşəndə mütləq Şəhidlər Xiyabanından gəlin, keçin, yad eləyin və onların ruhuna bir salam deyin.